Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Hava nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşını bıçaqlayıblar. Xəbər verilir ki, bıçaqlanan şəxsin Bakının Suraxanı rayon sakini Ayxan Mustafayev olduğu bildirilir. Hadisə Suraxanda Ayxan Mustafayevə məxsus kiçik sahibkarlıq obyektinin qarşısında baş verib. O, aldığı bıçaq zərbələrindən həyatını itirib. Onu qətlə yetirən şəxsin 17 yaşlı yeniyetmə olduğu bildirilir. Hadisənin təfərrüatı ilə bağlı məlumat yoxdur. Qeyd edək ki, Ayxan Mustafayev daha əvvəl Xaçmaz Gömrük İdarəsinin Yalama Gömrük postunda işləyib. Allah rəhmət eləsin, ailəsinə, əzizlərin, yaxınlarına, dostlarına səbir diləyirik.